Salam qızlar, bugün Faberlic'in top məhsullarından hesab olunan Babyface kuşonu sınayacağıq birlikdə. Hansı ki, elə siz dəyərli izləyicilərimizlə birlikdə tətbiq eləmək və açıb birlikdə sınamaq qərarına gəldim. Hələ ki, düzmə qalıb çox eşitmişəm tərifi ilə bağlı, amma hələ ki özüm tətbiq eləməmişəm. Sizin elə gözünüzün qarşısında bu möcüzəvi adlandırılan kuşonu birlikdə sınayaq və üzümüzdə olan dəyişikliyin fərqinə varaq. Bu arada arxa planda çəkiliş gedir, səskə fikir verməyin. Mən isə növbəti çəkilişə hazırlaşıram. Əslində bu həm SPF tərkiblidir, həm də tonal krem effekti yaradır deyirlər üzdə. İçində SPF 20 də var bu arada. Birlikdə çəkək, tətbiq eləyək və özümüz fərqi hiss edək. Həm nəmləndirici effekt var deyirlər, həm də yanaşı olaraq kanal effekti də verir üzdə. Üzərinə istəsəz bronzer da tətbiq edə bilərsiniz təbii ki. Mən hər iki tərəfə yox, bir tərəfə tətbiq edirəm ki, fərqi görə bilək qızlar sizlə birlikdə. Bu arada istifadəsi çox rahatdır, çünki belə yığcam kompakt formadadır. Bura istifadə eləmədiyim tərəf, bura isə istifadə elədiyim tərəf. Tam oturacağım ki, daha gözəl.